Şərqdə vəziyyət yenidən gərginləşib. Bir neçə saat əvvəl Əl-Riyad şəhərində ABŞ səfirliyi pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Məlumatı Səudiyyə Ərəbistan Müdafiə Nazirliyi təsdiqləyib, lakin xəsarət alanlar barədə məlumat yayılmayıb. Amerika Birləşmiş Ştatları prezidenti isə bildirib ki, buna görə İran cavab verəcək. Dünən gecə həmçinin məlum olub ki, İranla davam edən münaqişədə 6 Amerikalı hərbçi həlak olub. Ağ Ev isə açıqlayıb ki, hərbi əməliyyat çərçivəsində İranda 49 yüksək vəzifəli şəxs öldürülüb. Onların arasında ölkənin ali dini lideri Ayətullah Əli Xameneyi də var. Paralel olaraq İsrail Livanda Hizbullah hədəflərinə zərbələr endirir. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə İsrailin hücumları nəticəsində 52 nəfər ölüb, 154 nəfər yaralanıb. İsrail Müdafiə Qüvvələri bildirir ki, ölənlər arasında Hizbullahın kəşfiyyat qərargahının rəhbəri Hüseyn Məkledi də var. Donald Trumpın sözlərinə görə İranda terrorçu rejimə qarşı geniş miqyaslı əməliyyat uğurla davam edir. ABŞ lideri deyib ki, İran Vaşinqtonun nüvə silahının inkişafı ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayıb. Trump bir daha vurğulayıb ki, İran artıq Avropaya və Amerika bazarlarına çata biləcək ballistik raketlərə malik idi. Prezidentin fikrincə bu prosesi dayandırmaq gücü yalnız ABŞ-da olub. Benyamin Netanyahu bildirib ki, İranlılar tiraniyanın buxovundan qurtulduqda ABŞ və İsrail onların yanında olacaq. O, bu fikirləri Beyt Şemeş şəhərində səfəri zamanı səsləndirib. Həmin şəhərdə İran raketi nəticəsində 9 nəfər həlak olub. Netanyahunun sözlərinə görə İran nüvə silahı və ondan istifadə imkanları əldə edərsə, bu bəşəriyyət üçün ciddi təhlükə olacaq. Hökumətimiz göydən rejim dəyişikliyinə inanır. Bunu Starmer İcmalar Palatasında çıxış zamanı deyib. Onun sözlərinə görə İranın ali liderinin öldürülməsi Tehranı regionda hərbi və iqtisadi hədəflərə qarşı daha düşünülməmiş zərbələr endirməyə vadar edib. Starmer hesab edir ki, təhlükəni dayandırmağın yeganə yolu raketlərin məhv edilməsidir. O əlavə edib ki, ABŞ Britaniya bazalarından konkret və məhdud müdafiə məqsədləri üçün istifadə etməyə icazə istəyib. Litvanın Xarici İşlər Naziri isə bildirib ki, ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyata Avropa İttifaqı daha sürətli reaksiya verməli idi. Budris hesab edir ki, Yaxın Şərqdə uzun müddətli dəyişikliklərə nail olmaq üçün Avropa İttifaqı Vaşinqtonla əməkdaşlıq etməlidir. Nazir deyib, biz çox yavaşıq. Bütün mövqelərimizin və bəyanatlarımızın razılaşdırılması həddindən artıq çox vaxt aparır. Bunu etiraf etməliyik. Daha sürətli reaksiya verə bilərdik. 9 müxalifət partiyasının birləşməsi hakim komandada dəyərləndirilir. Hakim Gürcü arzusunun nümayəndələrinin sözlərinə görə Deep State-in məqsədi Gürcüstanı öz maraqlarına uyğun qərarlar qəbul etdirə biləcəyi siyasi müttəfiq qüvvəni hakimiyyətə gətirməkdədir. Lakin hakim partiya əmindir ki, ölkə əhalisi agenturanın yenidən hakimiyyətə qayıtmasına imkan verməyəcək.